Salam, video dərsimizə xoş gəldiniz. Bu video izahımızda sertifikasiyadan ikinci şansı hazırlaşan müəllimlər üçün çevrəyə aid mövzu sınağının suallarını izah edəcəyik. Bunu da deyim ki, dərslərimiz həm əyani, həm də onlayn şəkildə keçirilir. Dərslərimizə qoşulmaq istəyənlər bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilər. Başlayaq burada birinci sualdan. A nöqtəsindən çevrə 2 toxulan çəkilibdir. AB-ni 10 veribdir. Biz demişdik ki, çevrənin xaricindən çevrə 2 toxunan çəkilərsə, bu toxunanlar bərabərdir. Onda AB 10 olduğu üçün AC də 10 olacaq. Və toxunanlar arasındakı bucağı da verib 60 dərəcə. Bu toxunanlar arasından çevrənin mərkəzinə bir düz xətt çəkirik. Baxın, buradan bir düz xətt çəkirik. Burada olsun çevrənin mərkəzi, O nöqtəsi tutaq ki. BC-ni bizdən soruşur. Bu BC-ni birləşdirəndə bu olur vətər. Qayda var. Toxunanlar arasından keçən düz xətt çevrənin mərkəzindən keçərsə, bu düz xətt tənbölən olur. Deməli, 60 dərəcəli bucağı böləcək yarıya, 30-30-a. Baxın, bu 30 dərəcə olacaq, bu da 30 dərəcə olacaq. Bu mərkəzdən, baxın, bu toxunanlar arasındakı düz xətt çevrənin mərkəzindən keçir. Baxın, bu simmetrik oxdur. Çünki niyə? Bu çevrənin mərkəzidir, buradan gələn xətt radiusdur. Radius simmetrik ox olduğu üçün vətəri yarıya bölür və 90 kəsir. Baxın, bu 90-dır. Həm də vətəri buradan bura qədər yarıya böləcək. Yəni, bu hissəyə bərabərdir. Buradan da aydın şəkildə görsənir ki, bu düz bucaqlı üç bucaqdır. Baxın, bu 90-dır, bu 30-dur. Onda bu bucaq da olacaq 60 dərəcə. Fərqi yoxdur, elə burada 60 dərəcə olacaq. Buradan A, B, tutaq ki, burada bir K nöqtəsi olsun. Bu düz bucaqlı üç bucaqdır. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısıdır. Hipotenuz burada 10'dırsa onda BK 5 olacaq. Eyni ilə buradan bu KC də 5 olacaq. Biz demişdik ki, bu vətər yarıya bölünür. Digər tərəfdən də baxın, elə burada da bir dənə həmin o düzbucaqlı üçbucaqdandır. 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısıdır. Deməli, BC-ni soruşurdu bizdən. 5, o da 5. Yəni 2 vur 5. Cavab oldu D bəndi. AB çevrəyə toxunandır. CMD-ni 110 dərəcə verib, MD qövsünü də 80 verib. MD qövsün, baxın, buradan bura verib 80 dərəcə. Bu daxili bucaqdır. Demişik ki, təpəsi çevrə üzərində olan bucağa daxili bucaq deyilir. Baxın, CMD, daxili bucaq. Daxili bucaq söykəndiyi qövsün yarısıdır. Deməli, bu bucağın söykəndiyi qövs C-dən D-yədir. Bunda bu 110-sa, bura 2 qatı olacaq. 220 dərəcə olacaq. Bizdən MC-nin dərəcə ölçüsünü soruşur. MC də baxın, qövsdür, bura qədər. Çevrə 360 dərəcəli qövsdür. Onda 80 ilə 220-ni toplayanda olur 300 dərəcə. 360-dan da bu 300 dərəcəni çıxanda bu da olur 60 dərəcə. Bizdən də MC qövsünü soruşurdu. Cavab oldu A bəndi. Radiusu 25 sm olan çevrədə mərkəzdən bir tərəfdə uzunluqları 40 və 30 sm 2 paralel vətər çəkilmişdir. Baxın, buradan bir çevrə çəkirəm. Bu çevrənin mərkəzi olsun. Bir tərəfdə deyəndə, baxın, buradan 2 dənə paralel vətər çəkirəm. Birini buradan, birini də buradan çəkirəm. Çevrənin radiusunu 25 verib, R bərabərdir 25. Vətərlərin də birini 40 verib, birini 30. Bu vətəri 40 götürəcəyim, bu vətəri də 30 götürəcəyim. Bu vətərlər də paraleldir. Mərkəzdən də bir tərəfdədir. Bu vətərlər arasındakı məsafəni tapın. Bu çevrənin mərkəzidir. Buradan bu vətərlərə, baxın, xətt çəkirəm. Biz də demişik ki, çevrənin mərkəzindən çəkilən xətt radiusda diametrin davamıdır. Vətəri 90 kəsir və yarıya bölür. Bunda bu 40-dırsa, ayırır 20, 20-yə. Bu da elə həmin şeydir. 90 kəsir. Bu da 30 idisə ayıracaq 15, 15-ə. Çevrənin radiusu 25-dir. Bax, bu çevrənin mərkəzindən çevrə nöqtəsinə qədər məsafə radiusu idi. Burada oldu 25. Bu aydın şəkildə görsənir ki, düz bucaqlı üç bucaqdır. Bu katet 20-dir, hipotenuz 25-dir. Baxın, bu hissəni tapmalıyam. Biz də demişik ki, hipotenuzun kvadratından bu katetin kvadratını çıxırıq, Pifaqor teoremi deyirəm. Digər kateti tapıram. 625-dən 400 çıxanda
225 olacaq. Bu da 15. Buranı tapdım 15. İndi buradan növbəti vətərə baxın. Buradan da bir dənə radius atıram. Bu radius 25 ise elə burada 25'dir. 25. Yenə də düzbucaqlı üçbucaqdır. Bu katet 15'dir. Bu radius 25 ise buradan bura məsafəni tapacağım. 25'in kvadratından çıxıram 15'in kvadratı. Olur 400. Baxın buradan bura qədər məsafə də 400'dən də kök çıxanda 20 çıxır da. 20'dir. Buradan bura qədər 15 tapmışdım. Bunda buradan bura qədər də 5 olacaq. Bizdən də soruşur ki, vətərlər arasındakı məsafəni tapın. Cavab oldu D bəndi 5. YMC qövsün verib 35 dərəcə. YMC bu qövsü verib 35 dərəcə. AC BC-yə bərabərdir. AC BC-yə bərabərdir. Bizdən də BND qövsünün dərəcə ölçüsünü soruşur. Buranı soruşur. Baxın, bu bərabər yanlı üçbucaqdır. Daha aydın şəkildə görsənir. A, C, B. Yan tərəflər bərabərdir. Bura bir alfa qoysam, onda burada alfa olacaq. Çünki bərabər yanlı üçbucaqda oturacağı bir şey bucaqlar bərabərdir. Digər tərəfdən də, baxın, bu Y, B, C daxili bucaqdır. Söykəndiyi qövsün yarısıdır. Bu qövs 35 ise onda bura olacaq 17,5. Burada olacaq 17,5. Bunu buradan silək 17,5 yazaq. 17,5 dərəcə. Bu da elə 17,5 dərəcə. Belə bir qayda var. Kəsənlər arasındakı bucaq, bax budur kəsən. Adam B-yə bir kəsəndir, adam D-yə də ikinci kəsəndir. Kəsənlər arasındakı bucaq bərabərdir. Böyük qövs çıxılsın, kiçik qövs bölünsün 2. Kəsənlər arasındakı bucaq 17,5 idi. Bərabərdir. Böyük qövsdə BND qövsüdür. Buna sadəlik xəttinə bir x də qoya bilərəm. Onda yazacağım x çıxılsın, kiçik qövs 35 bölünsün 2. Bunda çarpaz vuranda olacaq 35 bərabərdir. X çıxılsın 35. Bu 35'i də bu tərəfə keçirdəndə toplananda olur 70 bərabərdir x-ə. Yəni x-i tapdıq 70. Bizdən də x-i soruşurdu. 4-cü sual da bu. Cavab oldu A bəndi. Qaydaları bilsəniz başa düşəcəksiniz. Deməli A, B və C nöqtələri çevrə üzərində elə yerləşir ki, AC vətəri radiusa bərabərdir. ABC'nin ən böyük qiymətini tapın. Burada ən kiçik qiymət də soruşa bilər, ən böyük qiymətdə. 2 hal mümkündür. Baxın, birinci hal budur. Tutaq ki, bu A, bu B, bu da C. İkinci halda bu A, B'nin yerini dəyişirəm. Bura C yazıram, burada B yazıram. Yəni B nöqtəsi. Birinci halı yoxlayaq. Deməli, AC vətəri radiusa bərabərdir. AC vətərdir. Radiusa bərabərdir. Burada çevrənin mərkəzidir. Çevrənin mərkəzindən vətərin uclarından radius atıram. Baxın, buradan bu da R-dir, bu da R-dir. Bu oldu bərabər yanlı çıxacaq. Yəni A, tutaq ki, burada O qoyaq, çevrənin mərkəzi. A, O, C. Üzr istəyirəm, bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaqda biz demişik ki, bucaqlar 60, 60, 60 olur. Deməli 60 dərəcə, bu da 60 dərəcə, bu da 60 dərəcə. A, O, C. Bu mərkəzi bucaqdır. Görürsünüz 60 dərəcə. Mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir. Deməli A-dan C-yə qədər bu qövsdə 60 dərəcədir. Bizdən nə soruşurdu? ABC-nin ən böyük qiymətini. A, B, C. Buradan bir xətt çəkək. Başqa rənglə lap çəkək. A, B, bu da C. Deməli, bu oldu daxili bucaq. Təpəsi çevrə üzərindədir də B təpəsidir. Daxili bucaq demişdik, söykəndiyin qövsün yarısıdır. Bu daxili bucağın söykəndiyi qövs, baxın, A-dan C-yə qədərdir. Çevrə 360 dərəcəli qövsdür. Baxın, buradan bu kiçik qövsü tapdım, 60 dərəcə. Çıxıram 60 dərəcəni, qalır 300 dərəcə.
Deməli, bu qövs 300 dərəcədirsə, daxili bucaqda onun söykəndiyi, yəni qövsün yarısı idi. Bunda burada olacaq 150 dərəcə. Cavab elə 150 dərəcədir. Bizdən böyüyü soruşurdu. Kiçiyini soruşsa, baxın, bu hala baxıram. AC vətəri radiusə bərabərdir. Buradan AC vətəri çəkirəm. Yəni, ola bilər ki, kiçiyini də soruşsun. Mən hər iki halı burada göstərirəm. AC vətəri radiusə bərabərdir. Bu çevrənin mərkəzidir. Buradan birləşdirirəm, bu da radiusdur. Buradan da birləşdirirəm, bu da radiusdur. Yenə baxın, bərabər tərəfli üçbucaq alındı. 60 dərəcə, 60 dərəcə, bu da 60 dərəcə. Yenə baxın, C, burada o qoyaq. COA mərkəzi bucaqdır. Söykəndiyi qövsə bərabərdir. Yəni, burada 60 dərəcə olacaq. Bizdən nəyi soruşurdu buradan? ABC-nin ən böyük qiyməti. A, B. Adam B-yə baxın, buradan xətt çəkirəm. A, B, C. Bu bucağı soruşur. Deməli, bu C, B, bu da A. Bu daxili bucaqdır. Daxili bucağında söykəndiyi qövs burada, AC-dir. Daxili bucaq söykəndiyi qövsün yarısı idi. Bunda bu qövs 60-dırsa, onun da yarısı 30 dərəcə olacaq. Deməli, burada böyük bucağı soruşduğu üçün 150 dərəcə oldu. Kiçik bucağı soruşsaydı 30 dərəcə olacaqdı. Çünki bunların da cəmi 180 olur, yarım çevrədir də. Ona görə. Bizdən böyük bucağı soruşdu, cavab oldu Y bəndi. Yəni, iki halın ikisini də yazdım. Bu birinci hal, bu da ikinci hal. Bəzi testlərdə böyüyün soruşur, bəzilərində kiçiyini soruşur. 6-cı sual. X-i soruşur. Baxın, bu mərkəzi bucaqdır. Bu da daxili bucaqdır. Mərkəzi bucaq daxili bucaqdan 2 dəfə çoxdur və ya daxili bucaq mərkəzi bucağın yarısıdır. Burada x bölü 2 qoyuram. Belə bir çökük dördbucaqlı var. Bu üçbucaqlar dərsində də var. Baxın, bu hissə tutaq bura x qoyanda bura alfa, bura beta, burada gamma olurdu. Bu x bərabər idi. Üçünün cəmini alfa plus beta plus gammaya. Bax belə. İndi həmin baxın, bu x, həmin x idi. Yazıram, x bərabərdir. Bu beta x bölü 2 idi. X bölü 2. Həmin bucaqlarda biri alfa idi, biri də gamma idi. Yəni, 10-dan 30'u toplayıram. Olur 40. X-dən də x bölü 2'ni çıxanda elə x bölü 2 eləyir. Bərabərdir 40'a. Bunu da çarpaz vuranda x olur 80 dərəcə. Bizdən də elə x-i soruşurdu. Cavab oldu 6-cı sualda C bəndi. Perimetri 6 kökdə 3 olan düzgün üçbucaq. Düzgün üçbucaq, yəni bərabər tərəfli üçbucaqdır. Bunun perimetri 6 kök 3-dürsə, bütün tərəflər bərabərdir axı 3 tərəf. Bunda mən bunu 3-ə böləndə tərəf neçə olur? 2 kök 3. Yəni burada 2 kök 3 olur, burada 2 kök 3 olur, burada 2 kök 3 olur. Deyir, xaricinə çəkmiş çevrənin radiusu. Bunun xaricinə çevrə çəkəndə, bax belə. Düzgün üçbucağın xaricinə çevrə çəkiləndə belə bir düstur vardı. R bərabər idi. A bölünsün 2 sinus 180 bölünsün N. R bərabərdir A. A tərəf idi. Yəni A. Tərəfi buradan tapdım. 2 kök 3 bölünsün 2 sinus N. N-dəki üçbucaq olduğu üçün 3-ə böləcəm. Bu dördbucaqlar, yəni düzgün dördbucaqda da istifadə olunur, yəni kvadratda. Düzgün 5 bucaq, 6 bucaq və s. Yəni düzgün çox bucaqlarda istifadə olunur bu düstur. İndi 3 bucaq olduğu üçün N burada 3-dür. 183-ə böləndə olur 60 dərəcə. Bu da 2 kökdə 3. 2 vur. Sinus 60-ın qiyməti də kök 3 böl 2-dir. Bu 2-lər buradan ixtisar gedir. Kök 3-lər də buradan ixtisar gedir. Cavab oldu 2. Cavab oldu 7-ci sualda D bəndi. Düsturu bilsəniz, başa düşəcəksiniz. 8. BC BD-yə bərabərdir. Yenə bərabər yanlış bucaqdır. Baxın, bu oturacağa bitişik bucaqlardır. Bərabər olacaq. BD, BAD 76 dərəcədir. BAD. Bura 76 dərəcədir. Bu daxili bucaqdır. Baxın, BAD. Təpəsi çevrə üzərində olan bucaq daxili bucaqdır. Daxili bucaq söykəndiyi qövsün yarısıdır. Bunda bu qövs bunun 2 qatı olacaq.
76-nı 2-yə vuranda 152 dərəcə. Deməli, buradan bax, B-dən D-yə böyük qövs 152 dərəcədirsə, burada bir alfa qoyaq. Bu da alfa olsun. Bizdən buradan nəyi soruşurdu? ABD-ni. ABD bu bucağı soruşur. Tutaq ki, burada bir X qoyaq. Deməli, bu toxunandır, bu da kəsəndir. Yəni, çevrənin xaricindən çevrəyə toxunan, yəni CB toxunanı, bir də CD kəsəni çəkilir. Qayda var. Toxunanlar arasındakı bucaq bərabərdir. Böyük qövs, böyük qövs buradan buradır. 152 dərəcə çıx kiçik qövs. Kiçik qövs də BA-dır. Mən burada bu bucağa alfa qoymuşam. Bax, üzr istəyirəm, BDA daxili bucaqdır. Daxili bucaq söykəndiyi qövsün yarısıdır. Onda bura alfa qoymuşamsa, söykəndiyi qövs 12 qatıdır, olacaq 2 alfa. Deməli, kiçik qövsü tapdım 2 alfa. Qayda da belədir. Böyük qövsdən çıxırdım kiçik qövsü, bölürdüm 2-yə. 152-dən çıxıram 2 alfanı, bölürəm 2-yə. Burada çarpaz buranda 2 alfa bərabərdir 152 çıx 2 alfa. Buradan da toplayanda 4 alfa bərabərdir 152-yə. Alfa da bərabərdir 152-ni 4-ə böləndə. 15-i 4-ə böləndə 3. 32, 4-ə böləndə 8. Alfanı tapdım 38. Bu alfanı silək buradan. 38. Elə burada 38, amma bizə bu lazımdır. Bunu qeyd edirəm. 38. BAD. Üçbucaqdır. Üçbucağın da bucaqları, daxili bucaqların cəmi 180 dərəcədir. 76 ilə 38-i toplayıram. Olur 114 dərəcə. 180 dərəcədən də çıxıram bu 114 dərəcəni. 66 dərəcə qalacaq. Burada variantlar verilməyib. Yəni ki, bu PDF-də səhv edin. Cavab 66 dərəcədir. Mexaniki səhv edib orada variantlarda. 9-cu sual. AB və CD vətərləri perpendikulyardır. MB-ni 3 verib. Bax, bura 3-dür. AM-i 12 verib. 12. MC-ni də 4 verib. Burada 4. Vətərlərin kəsişmə nöqtəsi buradır. Belə bir qayda vardı. Vətərlərin metrik münasibəti deyirdilər. Bu MD-dir. Bunu tapım əvvəlcə. Qayda belədir. 12 vurulsun 3 bərabərdir 4 vurulsun MD. Buradan belə yazaq da. Bura X də qoya bilərəm MD-yə. Yazıram X vurulsun 4. Yəni 4X bərabərdir. 12-ni də 3-ə vurdum 36. Böldüm 4-ə X-i tapdım 9. Bu X-i silirəm. Bura 9 yazıram. Çevrənin diametrini tapın. Çevrənin diametri 2R-dir. Deməli, mən nəyi tapmalıyam? R-i tapmalıyam. Ondan sonra diametri tapa bilərəm. Bunu birləşdirirəm buradan, baxın. Bunu da birləşdirirəm buradan. Bunlar vətərlərdir də. Bu 90-dırsa, elə bu da 90-dır, bu da 90-dır. Deməli, A, C, D oldu 3 bucaq. Bu da 3 bucağın xaricinə çəkilmiş çevrə oldu. 3 bucağın xaricinə çəkilmiş çevrənin düsturunu bilməlisiniz. İxtiyari 3 bucaqda xaricə çevrə çəkilərsə, A, B, C böl 4S. A, B, C tərəflərdir. Yəni, bax, bura tutaq ki, A-dır. Bura B-dir. Tutaq ki, burada C-dir. Yəni, C-dən D-yə. Həmin o C-ni burada 4 ilə 9-u toplayanda 13 olur. Bucağın oturacağı oldu 13. İndi mən yan tərəflərini tapıram. Pifagor teoremi ilə tapıram. Baxın, bu katetdir, bu da katetdir, bu da hipotenuz. Onda bu katet 12-dir, bu 9-dur. Bunların kvadratları cəmi 225 eləyir. Pifagor teoreminə görə. B-də neçə olacaq? 15. Beni tapdım 15. Keçirəm bu düz bucaqlı bucaqdan. A-nın kvadratı, yəni hipotenuzun kvadratı bərabərdir. 4-ün kvadratından 12-nin kvadratını toplayıram. 144, o da 16, 160. Bundan da kök alanda A bərabərdir. 160, 16 vur 10'dur. 16 vur 10. Bundan da 4 kökdə 10.
bərabərdir. Üçbucağın tərəfləri, bax A demişdim bura. Bunu tapdım 4/10. Yazıram 4/10. Vur. B demişdim. B-ni də 15 tapdım. 15. Vur C. C-yə də oturacaq demişdim. 4, o da 9, 13'dür. 4 vurulsun S. S-i də 2-də 1 AH ilə tapıram. Baxın A, baba A'dan üçbucağın oturacağına hündürlük çəkilib 12'dir. Üçbucağın oturacağı da 13'dür. Bunda S bərabərdir. 2-də 1 AH üstüdür də. Yəni AH bölünsün 2. Üçbucağın hündürlüyü 12'dir. Oturacağı da 13'dür. Hündürlüyü vurdum oturacağa bölürəm 2'yə. Bunu da buradan aparanda ixtisar 6. Da vurmuram bunu. İxtisar aparacağım. Deməli S-i tapdım 6 vur 13. Yəni 78. Nəyə görə? Burada ixtisara görə vurmadım onu. Bunlar ixtisar getdi. 4'lər də ixtisar getdi. 15'i 3'ə 5 dəfə, 6'nı 3'ə 2 dəfə. Bərabərdir. Məxrəcdə 2 qaldı. Sürətdə 5, bu da 10. Kök 10. 5 kök 10 çevrənin radiusudur. Bizdən çevrənin diametrini soruşurdu. D də bərabərdir 2R. Onda 2 vur radiusun qiyməti. 5 kök 10 böl 2. Bu ikilər ixtisar getdi, qaldı 5 kök 10. Cavab oldu 5 kök 10. C bəndi. 10-cu sual. BC və CD vətərləri kongruentdir. Kongruent sözü bərabər deməkdir. Biz demişdik ki, vətərlər bərabərdirsə, onların söykənli qövslər də bərabərdir. Baxın, BC vətəri buradır. CD vətəri də buradır. Onda bunların qövsləri də, yəni BC qövsü də CD qövsünə bərabərdir. Bura 2 iştirak qoyuram ki, yəni vətərlə qövsün işarəsi ayrılsın, bilinsin. ACD diametrə söykənib. Görə burada nə deyir? BAC-ni verib 32 dərəcə. BAC. Baxın, bu daxili bucaqdır. BAC. Təpəsi çevirə üzərindədir. Daxili bucaq söykənli qövsün yarısıdır. Onda bu 32 isə qövs 64 dərəcədir. Bu qövs də elə 64 olacaq. Çünki bunlar bərabərdir. 64 dərəcə. Baxın, buradan bura qədər. Bizdən nə soruşur? BCD-ni tapın. BC. Bizdə D. Bu bucağı soruşur. Burada çevrənin mərkəzini qoymalıydı. Bax, burada çevrənin mərkəzi olmalıydı. Bu da diametrdir. Diametrə söykənən, baxın, ACD. Daxili bucaq 90 olur. Çünki diametrin, baxın, çevrəni 180 dərəcəli qövsə ayırır. 180 dərəcə bu tərəfə ayırır, 180 da bu tərəfə ayırır. Deməli, bu 180 dərəcəli qövsdə, bu da onun yarısı olur 90. Çünki bu görsənir də katet hipotenuz 90 dərəcədir. Onda burada 180 olmalıdır. 64 ilə 64'ü toplayıram, olur 128. Burada bura olur 52. Yəni B-dən A-ya qövs 52 dərəcədir. BCD-ni soruşur. BCD. Buranı soruşur. Deməli, BCA daxili bucaqdır bura. Söykənli qövsün yarısıdır. 52'nin yarısı 26'dır. Burada bir dəfəlik kör bucaq sayılır. Yəni BCD kör bucaqdır. Bura 90 idi. Bu da 26. 90'ın üzərinə 26 gəlirəm. Olur 116 dərəcə. Cavab oldu C bəndi. 11-ci sual. Bu toxunandır. Bu da vətərdir. Qayda var. Toxunanla vətər arasındakı bucaq söykənli qövsün yarısıdır. Bunda bu bucaq 50 dərəcədə, qövs 100 dərəcədir. Eyni ilə burada da baxın, vətər, bu da toxunan. Həmin qaydadır. 70 isə onda söykənli qövs 12 qatıdır, 140 dərəcə. AOB-nin qiymətini tapın. AOB-nin qiymətini, buranı tapın deyir. Çevrə 360 dərəcəli qövsdür. Buradan bura 100, buradan bura 140. 240, 360 dərəcədən çıxıram 240'ı, qalır 120 dərəcə. Deməli, burada oldu, yəni adam B-yə, bu qövs 120 dərəcədir. Toxunanlar arasındakı bucaq, yəni bura,
tapmaq üçün böyük qövsdən çıxırdıq, kiçik qövsü bölürdük 2-yə. Yazıram alfa bərabərdir. Böyük qövs A-dan B-yədir. 100, o da 140. 240 dərəcə çıx. Kiçik qövs də 120 dərəcədir. Bölürəm 2-yə. Olur 120 dərəcə. Bunu da 2-yə böləndə olur 60 dərəcə. A, O, B. Yəni A, O, B. Alfa demişdim. Alfanı tapdım. 60 dərəcə. 11-ci sualda cavab A bəndi. AB BC-yə bərabərdir. AB vətəri BC vətərinə bərabərdirsə, onda onların qövsləri də bərabərdir. Yəni A-dan B-yə qövs, B-dən C-yə qövsə bərabərdir. Bayaqki sualda var idi. Verdi konqruentdir. Konqruent ilə bərabər deməkdir. Deməli, yenə təkrarlayıram. Vətərlər bərabər olanda bunların qövsləri də bərabərdir. Və ya qövslər bərabər olanda onların sökəndiyi vətərlərdə, yəni onları gərən vətərlərdə bərabərdir. A, B, C-ni 110 dərəcə verib. A, B, C. Daxili bucaqdır. 110 dərəcə verib. Daxili bucaq söykəndiyi qövsün yarısıdır. Deməli, baxın, A buradan bax, fırlanır. Bura qədər qövsdür. Bu daxili bucaq söykəndiyi qövs budur. Deməli, bu 110-dursa, bu da onun 2 qatı olacaq. 220 dərəcə. Deməli, buradan bura qədər çevrənin böyük qövsüdür. 220 dərəcədirsə, onda bu kiçik qövs 360 dərəcədən çıxılacaq 220 dərəcə, olacaq 140 dərəcə. Həmin o 140 dərəcədə bax bu qövsdür. A-dan C-yə qədər. 140-dırsa, bu qövslər də bərabərsə, onda 140-ı da 2-yə böləndə neçə olur? 70 dərəcə. Bu 70 dərəcə, bu da 70 dərəcə. Bizdən nəyi soruşur? B, A, onu soruşur. B, A, O. Mən bunu buradan uzadıram, bu radiusdur. Baxın, uzatdım. Yəni, buradan bura radiusdursa, çevrənin mərkəzinə qədər. Buradan da bura radiusdur. B, A, O. Mən bu bucağı tapacam. Bax, B, A, burada bir Y qoyaq. Yəni, B, A, Y. Daxili bucaqdır. Söykəndiyi qövsün yarısıdır. Bu söykəndiyi qövsü tapmaq üçün, baxın, buradan çəkilən xətt diametr oldu. Diametr çevrəni 180 dərəcəli qövsə ayırır. Deməli, buradan bura 70-dirsə, buradan bura 70-dirsə, bu hissəni tapmaq üçün 180 dərəcədən bu 270-in cəmi, yəni 140-ı çıxırıq, 140-ı çıxırıq, qalır 40 dərəcə. Deməli, bu qövsü tapdım, baxın, C-dən Y-yə 40 dərəcə. Buradan da bu tərəfə elə 180-dır. Bunu silirəm, çünki o buradan bura 220 idi. Deməli, bu qövs 40 dərəcədirsə, bu daxili bucaqda söykəndiyi qövs idi. Baxın, bu daxili bucaqdır. B, A, Y. Bunun söykəndiyi qövs buradan, baxın, bura qədərdir. Onda bu 70-dirsə, burada 40-dır. 70 ilə 40-ı toplayanda olur 110 dərəcə. 110 dərəcə cavabda verilmiş, baxın. Hə, deməli biz 70 ilə 40-ı topladıq, 110 dərəcə oldu. Daxili bucaq söykəndiyi qövsün yarısıdır. 110-u da 2-yə böləndə olur 55 dərəcə. Yenə cavab verilmiş, bu PDF-də səhv gedib. Cavab 55 dərəcədir. 13. Radiusları 10 və 18 olan iki çevrənin mərkəzi arasında məsafə 8 olarsa, aşağıdakılardan hansı doğrudur? Deməli, bu çevrələr daxildən toxuna bilər. Biri budur, biri də bu daxilində olmalıdır. İzah edəcəm, biləcəksiniz. Buradan bura qədər kiçik çevrənin mərkəzidir. Yəni, bu radiusdur. Kiçik çevrənin radiusunu 10 götürək. Buradan bura qədər 10-dur. Bu kiçik çevrənin mərkəzi isə buradan da bura qədər elə 10 olacaq. Yəni, bu kiçik çevrənin diametri də 20. Böyük çevrənin də radiusunu 18 verib. Buradan bura qədər 10-dursa, bura qədərində gərək mən 8 götürəm ki, bax, bura qədər 8-dir. Biraz böyüdək. Bu
Onu silirəm buradan. Deməli, kiçik çevrənin radiusu 10'dur. Buradan da bura 10 idi. Böyük çevrənin radiusunda neçə vermişdi? 18. Deməli, bu böyük çevrənin mərkəzi bax bura düşəcək. Çünki buradan bura 10'dursa, buradan da bura 8 olmalıdır ki, bura qədər də 2'dir. Çünki bu kiçik çevrənin radiusu idi, 10 idi. Buradan bura 8 alırsa, burada 2'dir. Deməli, kiçik çevrənin mərkəzi bura düşdü. Böyük çevrənin mərkəzi bura düşdü. Deyir ki, mərkəzlər arasındakı məsafə 8'dir. Deməli, bu şərti ödədi. Ona görə bu çevrələr daxildən toxunub. Bu çevrələr kəsişmir. Bu cavab deyil. Bu çevrələr daxildən toxunur. Cavab budur. Bu çevrələr konsentrikdir. Xeyr. Konsentrik çevrələr toxunmur. Biri digərinin daxilində olur. Mərkəzlər üstə düşür. Bu çevrələr daxildən toxunur. 2 dənə cavab var burada. Bu çevrələr xaricdən toxunur. Xeyr. Deməli, B ilə D-dir cavab. İndi mexaniki səhv gedir bu PDF-də. 14. CD-ni verib 9. AC-ni verib 21. OC-ni də verib 10. Çevrənin radiusunu tapın. R bərabər sol işarəsi. Deməli, bunu buradan birləşdirirəm. Bu da radiusu olur. Bunu da buradan birləşdirirəm. Deməli, bura bir x qoyuram. Baxın, buradan çevrənin mərkəzinə qədər 10 plus x oldu. Bunda bu radiusda olacaq 10 plus x. Deməli, 10 plus x. Vətərlərin metrik münasibətidir. Kəsişmə nöqtəsi buradır. Burada qayda var. Bu hissə vurulsun bu hissə. Yəni x buradan bura vurulsun buradan bura. Buradan burada nə qədərdir? X plus 20'dir. Bərabərdir. Bu hissə vurulsun bura. 9 vurulsun 21. Bunu vurub kvadrat tənliyə gedəndə tənliyin kökü biri atılır, biri də müsbət kök qalır. Amma mən bunu kvadrat tənliyə getmirəm. Deməli, x-ə 1 verəndə ödənmir, 2 verəndə ödənmir, 3 verəndə ödənmir, 4 verəndə ödənmir, axı 7'dir. Deməli, bu 7'dir. 7 üstə də 20, 27 edir. 7'ni 27'yə vuranda bu neçədir? 9'u 189 olur da. Bəli. 7'ni 20'yə vuranda 140, o da 7'nin 49, 189'u verir. Deməli, x-i tapdım, 7. Çevrənin radiusunu soruşur. Buradan bura baxın, çevrənin radiusuydu. Elə fərqi yoxdur, buradan da bura radiusdur. Deməli, radius nə oldu? X üstəgəl 10. X-i 7 tapmışamsa, 7'nin üstünə 10 gələcəm. Buradan da radius olacaq 17. Burada da cavab yoxdur. Bu PDF nəsə tələsik yazılıbdır. Neçənci sualdır bu? 14. 14'te cavab 17 oldu. 15. OBA 70 dərəcədir. OBA. Yəni bura 70 dərəcədir. Sonra biraz bunu kiçildək. BAC də 25 dərəcədir. BAC. Bura 25 dərəcədir. Üç bucaqdır, aydın şəkildə görsənir. 25 ilə 70'i toplayıram. Olur 95. Bunda bura 180'dən 95 çıxanda 85 dərəcə. Qarşılıqlı bucağa görə bu da 85 dərəcədir. Digər tərəfdən BAC daxili bucaqdır. Onun söykəndi qövs 12 qatı olmalıdır. 25 12 qatı olur 50 dərəcə. Burada radiusdur, bu da radiusdur, bura mərkəzi bucaqdır. Mərkəzi bucaq söykəndi qövsə bərabərdir, 50 dərəcə olacaq. Buradan da aydın göstərir ki, bu da 3 bucaqdır. OCA-nı soruşur da, OCA-nı. Yəni bu bucağı soruşur. 3 bucaqların cəmi 180-dir. 50 ilə 85'i toplayıram. 180'dan çıxacam. 50 ilə 85, 135. Bu da qalır 45. Cavab B bəndi 15-ci sualda. Çevrə daxilinə çəkilmiş 33 dərəcəlik bucağın bu çevrənin daxilinə bir bucaq çəkək. 33 dərəcəli daxili bucaqdır. Söykəndi qövsün dərəcə ölçüsünü tapın. Bunun söykəndi qövsün dərəcə ölçüsü 2 qatıdır. 66 dərəcə.
C bəndi cavab. Maraqlı sualdır. Radiuslar 7, 13'dür. Baxın, buradan bura böyük çevrənin radiusudur 7. Buradan bura kiçik çevrənin radiusudur 7 və 3 deyə 13 yox 3'dür. Burada 7'dir. Özü burada qeyd edilib. Burada 7 ilə 3 deyəndə heç bunları qeyd eləməsində, yəni bilinir ki, radiuslar 7 ilə 3'dür. Xaricdən toxunubdur çevrələr. Toxunma nöqtəsindən, bura toxunma nöqtəsidir. Bu çevrələrin ortaq toxunanına qədər məsafə. Ortaq toxunan adam B-dir. Yəni həm böyük çevrəyə toxunub, həm kiçik çevrə, ona görə buna ortaq toxunan deyirlər. Bura qədər məsafəni soruşur bizdən. Məsafə 90-dır, çəkilir. Bunu buradan birləşdirirəm, baxın buradan. Düz bucaqlı üç bucaqdır, bura 90'dır. Buradan bura 3'dürsə, bunda burada 3'dür, burada 3'dür. Bu düz bucaqlıdır, baxın bu şəkil düz bucaqlıdır. Yəni bura bir K qoysam, K, C, B, A. Bu düz bucaqlıdır. Biraz əyri getdi bunu. Yəni bax buradan bura qədər, bax belə. Bu hissəyə 1x qoyuram. Buradan bura baxın 3'dürsə burada 4 qalacaq. Bu şəkil belə çəkilək, biraz belə. Bax buradan çəkək ki, bax belə. Bura. Bu 90'dır. Buradan bura 3'dür. Buradan da bura 3'dür məsafə. Buradan da bura 3'dür. Bura 7 idi, onda bura 4 qaldı. Burada bir x qoyuram. Bax bu hissəyə x qoyuram. Bu alfa bucağı olsun. Burada 2 dənə düz bucaqlı üç bucaqdır. Bu 90'dırsa elə burada 90'dır. Yəni baxın bu belə də çəkə bilirəm. Burada oxşarlıqdan istifadə olunacaq. Bu radius baxın 7 idisə buradan da bura 7'dir. Buradan bura 3 idisə burada 3 olacaq. Burada oxşarlıqdan istifadə olunur da. Deməli belədir. Bax belə çəkim, göstərim sizə. Bu 90'dır. Bura A-dır, bura D-dir, bura 7 idi. Bax bu hissə. Yox 7 deyildi. Mən buranı 4 götürdüm. Buranı 4 götürək. Bax belə. Balaca üç bucaq var. Burada düz bucaqlı üç bucaq. Buradan belə gəlir. Bu da 90. Bura bir alfa qoysam, bu həm kiçik düz bucaqlı üç bucağın bir iti bucağıdır, həm də böyüyün. Bura bir beta qoysam, paralel düz xətlərə görə, baxın bu paraleldir buna, uyğun bucaqlara görə bu da beta. Bunda bu kiçik üç bucaq oxşardır böyük üç bucağa. Oxşarlıqda da eyni bucaqların qarşı tərəflərini nisbət şəklində yazırdıq. Bax buranı x qoymuşam. Bura x qoyuram, burada 4'dür. Bunda x-in 4'ə nisbəti bərabərdir. Baxın buradan bura 7 idi, buradan da bura 3 idi. Yəni bura 3'dür, burada 7'dir. Mən kiçik üç bucaqdan başladım. Bura x-dirsə, yəni alfasının qabağı. Böyüyün də alfasının qabağı 4'dür. İndi bu 90'ın qabağı 3'dürsə, böyüyün də 90'ın qabağı 10'dur. Bax belə. Bunda çarpaz vuranda 10x bərabərdir 12'ye, x də bərabərdir 1/2. Baxın, buradan buranı 1/2 tapdım bu x'i. Bizdən soruşurdu ki, o toxunma nöqtəsindən, baxın, düz ortaq toxunana qədər məsafəni soruşurdu. Bura 3 idi, burada 1/2. Deməli, 1/2'nin üzərinə 3'ü gəlirəm, olur 4/2. Deməli, maraqlı sualdır. 18. Uzunluğu 8 cm bətər çevrənin mərkəzindən 3 cm məsafədədir. Tutaq ki, bir dənə çevrə çəkək. Bu mərkəzdir. Uzunluğu 8 olan 3 cm məsafədədir. Çevrənin mərkəzindən vətərə xətt çəkilirsə, bu simmetrik oxdur. Vətəri 90 kəsir və yarıya bölür. Bunda bu vətər 4-4'ə ayrılacaq. 90'dır. Buradan da 3 veribdir. Çevrənin diametrinin uzunluğunu tapın. Diametr 2R'dir. Radiusu tapmalıyam. Baxın, buradan radius atıram bura. Bu hissəyə. Bu katet 4'dür. Bu katet 3'dürsə, Pifagora görə burada 5'dir.
Fərqi yoxdur. Buradan da atsam yenə də həmin şeydir. 90-dır da bu. İkisi də düzbucaqlı üstündə konqruent. 4, 3, 5'dir. Deməli, radius 5 oldu. 2 vur 5, diametrdə 10 oldu. Y bəndi 18-də. 19-cu sual. Deməli, AB verilib, vətərdir, kiçik yer verib. CD-ni də R kökdə 2 verib. Bu da kökdə 2 R. AD və BC qövslərinin dərəcə ölçülərinin cəmi tapın. AD buradır, BC də buradır. Deməli, buradan radius atıram. Çevrənin mərkəzindən vətərin ucuna radius ilə. Bu da R-dir. Buradan da atdığım R-dir. Bərabər tərəfli üç bucaq yarandı. Bu bucaq 60 dərəcədir. Burada 60'dır, burada 60'dır. 60, bu da 60 dərəcə. Deməli, baxın, iki radius arasında qalan bucaq, mərkəzi bucaq deyirlər, söykənli qövsə bərabərdir. Bunda AB qövsünü tapdım, 60 dərəcə. Bax, belə. Bunu da buradan birləşdirirəm. Bu da R-dir. Bunu da buradan birləşdirirəm. Bu da R-dir. Baxın, üçbucağın iki dənə tərəfi R-dirsə, böyük tərəfi kökdə 2 R-dirsə, bu düz bucaqlı üçbucaqdır. Biz demişdik ki, katetlər R olanda hipotenuzun kök kimsili olurdu. Kökdə 2 R. Düzsüz var. Deməli, bu 90 dərəcədir. Bu 90 dərəcədirsə, bu da mərkəzi bucaqda. Bax, radius, bu da radius. İki radius arasında qalan bucaq mərkəzi bucaqdır. O da söykənli qövsə bərabərdir, DC qövsünə. Bu da 90 dərəcədir. Bunda çevrə 360 dərəcəlidir axı. 360 dərəcədən, bax, bu 60 ilə 90'ı toplayıram, 150 olur. Deməli, 360'dan 150'ni çıxıram. 150 dərəcəni çıxıram, qalır 150 dərəcəni çıxıram, 110 dərəcə. Həmin o 110 dərəcə AD qövsi ilə plus BC qövsünün cəmidir. Belə. Fərqi nədir? Qövsi belə yazaq. BC bax belə. Bərabərdir 110 dərəcə. Yox, 210 dərəcədir bu. Çıxanda 210 dərəcə edir. 210 dərəcə. 19-cu sual. A bəndi. Katetləri 4, 3 olan düzbucaqlı bucaqdır. Buradan çəkək. Kateti 3 çəkək, bunu 4 çəkək. Hipotenuz 5'dir Pifagora görə. Xaricə daxilə çəkilmişdir. Xaricinə çevrə çəkiləndə həmin o çevrənin mərkəzi hipotenuzun yarısına düşürdü. Yəni, R bərabərdir 5 bölü 2. Belədir 2 onda 5. Daxilinə çəkiləndə isə bu hissəyə daxilinə çəkilirdi. Bura mərkəz, buradan bura radius idi, buradan da bura radius idi. Katet 3'dür, bu katet 4'dür, bu da 5'dir. Qayda belə idi. Kiçik R bərabərdir. Katetləri toplayırdım. Qayda deyəndə yəni düzdür da. Katetləri toplayırdım, hipotenuzu çıxırdım. Bölürdüm 2'yə. Bunda 3 ilə 4'ü toplayırdım, çıxıram, hipotenuzu bölürəm 2'yə. 7-dən 5, 2, 2-ni də 2'yə böləndə 1. Deməli, xarici çəkim çevrənin radiusunu 2,5 tapdım, daxili də 1 tapdım. Bunların cəmini tap. 2,5 ilə də 1'i toplayanda neçə olur? 3,5. Cavab oldu 3,5. 20-ci sual. Çevrənin radiusa bərabər olan vətəri bu çevrəni hansı nisbətə bölür? Tutaq ki, bir dənə baxın, çevrə çəkirəm. Bu radius, üzrəm vətərdir. Radiusa bərabərdir. Bunda bu mərkəzdən burada bir radius çəkirəm. Bu da radiusdur, erir. 60 dərəcədir. Bu mərkəzi bucaq 60'dır, olsa da bu da 60'dır, bu da 60'dır. Bunlara ehtiyac yox. Mərkəzi bucaq 60'sə, onda bu söykənli qövsdə 60 dərəcədir. Bunda bu kiçik qövs 60'sə, böyük qövsdə, baxın, buradan bura fırlanır. O da 300 dərəcədir. Çünki çevrə 360 dərəcəli qövsdür. Dərəcə. Deməli, iki yerə bölündü. Bir vətər, baxın, deyir ki, bu çevrəni, yəni vətər, bu çevrəni hansı nisbətə bölür? Baxın, bu vətər idi. Bir dənə kiçik qövsə böldü 60 dərəcə. Bir dənə də böyük qövsə böldü 300 dərəcəyə. Bunda ixtisar aparmaq lazımdır. Belə də yaza bilərəm. 60 bölünsün 300.
Sıfırları atdım. Bu 6 ilə 30'u 6'ya böləndə 1 qaldı 5. Yəni 1 böl 5 deməli. ABCD nöqtələri çevrə üzərindədir. Tutaq ki, bunun üzərində bu A olsun, bu B olsun, bu C olsun, bu da D olsun. 1, 2, 3 nisbəti, yəni bu x-dir, bu 2x-dir, bu da 3x-dir, bu da 4x-dir. Bunları toplayırıq, bərabərdir 360 dərəcə yazırıq. 6, 10x. Bərabərdir 360 dərəcəyə, böldüm, sıfırları attım, x-i tapdım 36 dərəcə. Bunda bu x oldu 36 dərəcə. Bu da 2 vur x 72 dərəcə, bu da 3 vur 36 108 dərəcə, bu da 4 vur 36 144 dərəcə. İndi biz bunu birləşdiririk. 4 bucaqlı yaradırıq. 4 bucaqlının bizdən böyük bucağı soruşur. Tutaq ki, kiçik bucaq, deyək ki, bura 36'dır kiçik bucaq. O birisi 72'dir. Biri də 108 idi. Bu da 144 dərəcə. Böyük bucağı tapaq. Burada daxili bucaqdan istifadə edəcəyik. Deməli, bu daxili bucağa baxaq. Bu 140'dır. 144 dərəcədir. Bir ABC 4 bucağısının böyük bucağını tapın. Deməli, buradan bu neçə idi? X 36 idi. 36 idi. Yox, bu qövslərdir. Buradan qövslərdir. Mən bucaqlara yazmışam. Çevrə bölünmüşdür də qövslərə. Deməli, kiçik qövs 36 dərəcə, o birisi qövs 72 dərəcə, bu biri qövs 108 dərəcə, bu biri qövs 144 dərəcə. Deməli, bu daxili bucaqdır. Bu daxili bucaq söykəndiyi qövsün yarısıdır. Bax, bu bucağın söykəndiyi qövs 72 ilə 108 toplanır. 180 olur. Yarısı da 90 dərəcə. Yəni, bu 90'dır. Sonra bu daxili bucağı tapmaq istəyirəm. Onun söykəndi qövs, baxın, buradan bura qədərdir. Elə cavabı olacaq. 144 ilə 108'i toplayanda 252 olur. Deməli, bu qövs 252 də daxili bucaqda onun yarısıdır. 126 dərəcə. Elə cavabı olacaq. Lap bunları da göstərim. Bu daxili bucaq. Baxın, bu qövslərin cəmidir. 72 ilə 36'ını toplayırsam 108, onun da yarısı 54 dərəcə. Bu daxili bucaq. Baxın, bu 36 ilə 144'ün cəmidir. Bu da 180, bu da 90 dərəcə. Bax belə. Deməli, çevrənin nə soruşur? ABC 4 bucağısının böyük bucağını tapın. Böyük bucaq 126 dərəcə oldu. Cavab oldu deməli. Çevrənin mərkəzindən 2,5 cm asılı olan vətər onun diametri 12 uzunluqlu parçaya bölür. Tutaq ki, bu çevrədir. Bu da onun mərkəzidir. Buradan vətər çəkirəm bir dənə. Çevrənin mərkəzindən 2,5 cm məsafədə. Məsafə 90 kəsir. Həm də vətəri yarıya bölür. 2,5'dir. Vətər onun diametrini 12 hissələrə bölür. Santimetr uzunluğunda. Buradan diametr çəkirəm. Mərkəzdən keçirdirəm. Vətər onu 2 və 12. Yəni, buradan bura 2'dir. Bu hissə. Buradan da bura 12'dir. Onda bura 2'dirsə, bura bütöv 12'dirsə, bu diametrin uzunluğu 14'dür. Bu da mərkəz olduğu üçün 7-7'ye ayıracaq. Mən bunu silirəm buradan. Bu mərkəzdir. Bax, buradan radiusdur bura qədər. 7'dir. Onda bura 2'dirsə, burada 5'dir. Eyni ilə burada 7'dir. Yəni, buradan bura qədər. Deməli, bu düz bucaqlı üst bucaqdır. Bu da 90'dır. Katet 2,5'dir. Bura 2,5'dir. Hipotenuz da 5'dir. Bir vətərlə diametr arasındakı bucağı tapın. Vətər, baxın, vətər buradan gəldi, burada getdi də, yəni. Bu da diametrdir. Bax, buranı soruşur. Əslində, bu tip suallarda vətərlə diametr arasında ya böyük bucağı soruşur, ya kiçik bucağı. Burada soruşmayıb. Yəni, burada mexanik səhv var. İndi variantlara baxacaq da. Deməli, düz bucaqlı üst bucaqdır. Çəkib çıxardıram, bax, kənara.
Bu 2,5 katetidə, bax, buradan bura məsafə. Bu hipotenuzda 5'dir. Biz də demişik ki, 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısıdır. Görürsünüz? Deməli, bu bucağı soruşurdu 30 dərəcə. Burada bu da 30 dərəcədir. Qarşılıqlı bucaqlardır da bu. 30-30'dur. Qonşu bucaqlara görə burada 150 olmalı idi. 150. Burada 150 olmalı idi. Burada, yəni budur da, baxın. Buradan bunu çəkdim bura. Bunu da çəkdim bura. Bu bucağı 30 tapdım. Üzr istəyirəm. Bu bucaq iti bucaqdır. Bəzən bu testlərdə iti bucaq soruşur. Bəzən kör bucaq. İti bucaq elə kiçik bucaqdır. Kör bucaq da böyük bucaq. Buranı 30 dərəcə tapdım. Bu da 30'dur. Burada 150 olmalıdır. Burada 150 dərəcə. Burada soruşur ki, vətərlə diametr arasındakı bucaq 150 cavablarda yoxdursa, deməli cavab 30'dur. Y bəndi 23-cü sualda. Amma əslində sualın qoyuluşunda bu axırdan mexaniki səhv var. Burada deməlidir ki, vətərlə diametr arasındakı ya iti bucağı tap, ya kör bucağı tap və ya kiçik bucağı tap, ya böyük bucağı tap. İti bucaq elə kiçik bucaqdır, kör bucağı da böyük bucaqdır. İndi variantlarda yoxdursa 150. Deməli cavab burada 30 olmalıdır. Bərabər yanlı üç bucağın daxilinə çevrə çəkilmişdir, verilib qiymətlər. Baxın, bu çevrənin xaricindən çevrəyə toxunan deməkdir. Bax, adan emə, buradan da bura toxunan. Toxunanlar bərabərdir. Eyni ilə baxın, buradan da bura toxunandır. Bunlar da bərabərdir. Eyni ilə baxın, buradan da, yəni çevrə xaricindəki nöqtədən çevrəyə toxunan çəkiləndə bu toxunanlar bərabərdir. Qaydası var. Bu qaydanı bilmək lazımdır. AN 5'dir. Bura 5'dirsə, onda burada 5'dir. CN 12'dir. CN bura 12'dirsə, onda burada 12'dir. Bərabər yanlı üçbucaq deyir. Bərabər yanlı üçbucaqda ABC üçbucağının daxilinə çevrə çəkilmişdir. Buradan şərtdə deməli idi ki, AC bərabərdir BC-yə. Bax belə. Onda bu 17'dirsə, burada 17 olmalıdır. Yan tərəflər bərabərdir. Bura qədəri 12'dirsə, onda burada 5'dir. Eyni ilə burada 5'dir. Üçbucağın perimetrini soruşur. Tərəflər çıxdı 17, 17, bu da 10. 2 dənə 17, 34, o da 10, 44. Cavab oldu B bəndi 24'də. Sonra buradan 25. 25 haradadır. Radiusu 2 və 6 olan iki çevrə xaricdən toxunur. Bu çevrələrin ortaq xarici toxunanların kəsmə nöqtəsindən kiçik çevrəyə qədər məsafə. Baxın, bu böyük çevrədir. Bu da kiçik çevrədir. Bunlar xaricdən toxunur. Radiusu 2, 6'dırsa, yəni kiçik çevrənin radiusu 2'dir. Böyük çevrənin radiusu 6'dır. Bura mərkəzlərdir. 6. Bu çevrələrin ortaq xarici toxunanların kəsişmə. Ortaq xarici toxunan deyəndə, baxın, toxunanın biri buradan gedir. Bax, belə. Digəri də, yəni ikinci toxunan da buradan gedir. Bax, bura toxunandır. Deyir ki, bu çevrələrin ortaq xarici toxunanları. Ortaq xarici toxunanlar bunlardır. Toxunanların kəsişmə nöqtəsindən. Kəsişmə nöqtə buradır. Kiçik çevrəyə qədər məsafə. Bunu da buradan uzadıram. Baxın, bura. Bu radius 2'dirsə, elə burada 2'dir. Burada bir x qoyuram. Bu məsafəni soruşur, x-i soruşur bizdən. X bərabər sual işarəsi. Buradan radius atıram. Radius toxunana perpendikulardır da. Bunda buradan bura böyük çevrənin radiusu 6'dırsa, burada 6'dır. Buradan da atıram, bu da toxunana, bu da 90'dır. Bu da 2'dir. Burada yenə də oxşarlıqdır. Əslində bu biraz xətt əyri getdi. Bayaq da bundan istifadə elədik. O toxunan baba buradan atılır, bura bu mərkəzdir. Buradan bura 2'dirsə, biraz baba buradan da bura 2'dir. Bax belə. Bunu da uzadaq. Buradan bura, bax, buradan bura. Bax belə. Bu 90'dır. Burada düzbucaqlı üçbucaqdır. Bu alfadırsa, həm baxın bu kiçik düzbucaqlı üçbucağın bir iti bucağıdır. Həm də böyük düzbucaqlı üçbucağın bir iti bucağıdır. Burada 2'dir olsa. Oxşarlıq olur. Yəni şəkili çəkib çıxardıram çölə, baxın. Bax belə. Bu kiçik çevrənin radiusu idi. Buradan bura 2. Burada 90, burada 90. Bu da böyük çevrənin radiusu idi 6.
Buradan bura baxın. Düz bax 6, 2, 2, bu da x. Toplayanda olur 10 plus x. Bu hissədə x idi. Bura x qoyuram. Buradan burada 10 olacaq. Oxşarlıqdır. Bunlar 90-90-dırsa bu təpə bucağı alfa qoydum. Həm kiçiyim təpə bucağıdır. Yəni iti bucağı, həm də böyüyüm. Bura bir beta qoysam uyğun bucaqlara görə bu da betadır. Oxşarlıqda da qayda belədir. Bu iti bucağın qabağı qarşısı 2-dirsə, böyük bucaqsında iti bucağın qabağı 6-dır. 90'ın qabağı x-dirsə, 90'ın qabağı. Böyüyün də 90'ın qabağı 10 plus x-dir. 10 plus x. 6 ilə 2x-lar gedəndə 3'də 1 olur. Bərabərdir x, bu da 10 plus x. Burada çarpaz buranda, bax belə. 3x bərabərdir 10 plus x-ə. X-i də çıxdım 3x-dən. 2x bərabərdir 10'a, x-i tapdım 5. Elə bizdən də soruşurdu ki, həmin o nöqtədən kiçik çevrəyə qədər məsafə. Bunu soruşurdu. Tapdım 5. Çevrələrin orta xarici toxunan kəsmə nöqtəsindən kiçik çevrəyə qədər məsafəni tapın. Burada mexaniki səhv edib. Deməli, buradan baxın, bu düz bucaqlı üç bucağın hipotenuzu 2 plus x-dir. Bura, baxın, 2 plus x olmalıdır. Onda 2 plus x, yəni 90'ın qabağı 2 plus x ise bu 90'ın qabağı da 12 plus x-dir. 12 plus x. Deməli, buradan bura 10 plus x. 10 plus x. 10 plus x'dir bu. 10 plus x bərabərdir. 2'nin 6'ya nisbəti birbaşa yazıram 3'də 1. Çarpaz vuraq. 10 plus x bərabərdir. 2'nin 3'ü 6 plus 3x. Buradan da 3x'dən çıxdım x'i 2x. Bu da 4. X'i tapdım 2. Bizdən də bu x'i soruşurdu. Cavab oldu A bəndi 2. C onu verib 12. C o 12'dir. Buranı da 90 verib. Var radius 9'dur. Radius buradan bura radiusdur. 9'dur. Bunda buradan da bura radiusdur. Bu da 9'dur. C onu 12 vermişti. 9'un çıxdım burada qaldı 3. Bu düz bucaqlı üç bucaqdır. Katet 9'sa bu katet 12'dirsə Pifagora görə ben AC-ni tapa bilərəm. AC-nin kvadratı bərabərdir. 9'un kvadratı 81. 12'nin kvadratı 144. Toplamda neçə eləyir? 225. Deməli AC-ni tapdım 15. AC buradan bura 15'dir. Sizdən BC-ni soruşur. BC-yə bir x qoyuram. AC də baxın buradan bura 15 ise onda AB 15 minus x olacaq. Bunu da buradan uzadıram. Bu da radiusdur. 9 olur. Deməli C'dən bura, tutaq ki bu K olsun. C'dən K-ya baxın kəsəndir. C'dən A-ya da kəsəndir. Kəsənlərin metrik münasibəti. Bizdən BC-ni soruşur, bu x-i soruşur. Qayda belədir. Bu çöl isə x vurulsun bura bitov, yəni kəsən bitov 15 idi. 15'i qarşıya yazaq. Bərabərdir. Bu çöl isə 3 vurulsun bura bitov, yəni kəsən. 9, 9, 18, bu da 3, 21. Bu 15'i bu 3'e böləndə 5x bərabərdir 21'ə. Buradan da x bərabərdir 21 böl 5'ə. 4 tam 5'də 1, 4 tam 10'da 2. 26'da cavab oldu C bəndi. Çevrənin uzunluğu 4 kökdə 2. Deməli uzunluq yazaq 2 piyerdir. 2 piyeri 4 kökdə 3 verib. 4 kökdə 3 pi verib. Pilər x-ları getdi. 4'ü də böldüm 2'yə. Radiusu tapdım 2 kökdə 3. Bu radiusdur. 60 dərəcəli mərkəzi bucağa. Bir dənə şəkillə də göstərim. Bu mərkəzdir. Bunlar radiuslardır. Deməli həmin o radiuslar 2 kök 3'dür də. 60 dərəcəli mərkəzi bucaqsa onun söykəndiyi qövs də 60 dərəcədir. Söykənən 60 dərəcəli mərkəzi bucağa söykənən vətərin uzunluğunu tapın. Bax buradan vətər çəkirəm.
60 dərəcəli. Deməli, bu çevrənin mərkəzindən çevrəyə xətt çəkəndə bu simmetrik xəttdir. Vətəri yarıya bölür, 90 kəsir. Bu da tənböləndir. Yəni, bu bərabər yanlı üçbucaqdır. A, B vətərdir. Bu da odur. A, O, B bərabər yanlıdır. Çünki yan tərəflər radiuslardır. 2/3-dür. Bu da 60-dır, yarıya bölünəcək. Çünki bu həm tənböləndir, həm mediandır, həm hündürlük. Hündürlük olsun 90 kəsdi vətəri. Median olsun vətəri yarıya böləcək. Tənbölən olsun da bucağı 30-30 ayıracaq. Buraya yazıram. 30-30. 30-60 qaydası alındı. Bu 30 dərəcədir. Elə bu da 30 dərəcədir. Deməli 90 dərəcəli bucaq qaçdakı katet nədir? 2/3. Burada 30 dərəcəli bucaq qaçdakı katet bunun yarısıdır. Kök 3. Elə eyni ilə burada da 30 dərəcəli bucaq qaçdakı katet kök 3. Nə soruşurdu? Vətərin uzunluğunu tapın. Adam B-yə buradan bura kök 3, bu da kök 3 oldu 2 kök 3. Yəni AB vətəri 2 kök 3 oldu. Cavab D bəndi 27-də. Radiusu 14 sm olan çevrənin 90 dərəcəli mərkəzi bucağına qoyulsun uzunluğu. Qoyulsun uzunluğu düsturun promoy yazıram. Pi R alfa bölünsün 180 dərəcədir. Yəni şəkillə göstərim. Baxın. Bu çevrənin mərkəzidir. Bu radiuslardır. Bura alfadır. Alfa ilə mərkəzi bucaq söykəndi bölsə bərabərdir. El bölsə bərabərdir. Buranın uzunluğunu soruşur. Pi R. Radiusu 14 verib. Vur 14. 90 dərəcəli mərkəzi bucaq. Bu 90 dərəcəsi elə burada 90-dır. Bunda 90-a vuracam. Böləcəm 180-ə. 90 180-ə 2. 14 də 2. 7. Cavab qaldı 7 pi. D bəndi 28-də. 29. Uzunluğu 30 pi olan çevrənin radiusunu tapın. L bərabərdir 2 pi r-dir. Burada bu 2 pi-ri bərabər edirəm 36 pi-yə. Pilər getdi. 36-nı da 2-yə böldüm. Radiusunu tapdım 18. Cavab Y bəndi 29-da. Çevrə daxilində çəkilmiş 33 dərəcəlik bucağın söykəndi qövsünün dərəcə ölçüsü. Bu sual təkrardır. Bayaq da var idi. Baxın, bu çevrənin daxilində çəkilmiş 33 dərəcəli bucaqdır. Bunun söykəndi qövs 2 qatı olmalıdır. 66 dərəcə. Cavab C bəndi. Hələlik bura qədər. Sağ olun.